Peyğəmbər s.ə.v buyurur ki, İzə cəə Ramazan, futihət əbvabul cənnə və qulliqət əbvabul nər və sufidət şeyatın. Ramazan gəlib çatdığı zaman cənnətin qapıları açılar, cəhənnəmin qapıları bağlanar və sufidət şeyatın, başqa bir hədisdə və sülsilət şeyatın, şeytanlar nə olar? Zəncirlənər. Şeytanlar zəncirlənər. Şeytanlar zəncirlənər nə deməkdir? Yəni şeytan tamamilə bağlı qalmaz. Yəni şeytanın tamamilə fəaliyyəti sıfırlanmaz. Amma şeytan digər aylarda eləyə biləcəyi işləri bu ayda artıq eləyə bilməz. Müəyyən qədər zəncirləndiyi üçün bu ayda artıq digər aylardakı qədər etkili ola bilməz. Bu da möminlər üçün yenə də bir rəhmətdir ki, Allah Teala şeytanları da zəncirləyir ki, mömin bu ayın rəhmətindən, mərhəmətindən istifadə eləyə bilsin. Bu ayı heç olmasa bu ayı haqqı ilə əda eləyə bilsin ki, məğfirət ayıdır, rəhmət ayıdır. Aydan haqqı ilə istifadə eləyə bilsin. Bu ay tək bizim ümmətə və yaxud dediyimiz kimi bizim ümmətə rəhmət, mərhəmət olaraq göndərilən ay deyil, bütün ümmətlərə göndərilmiş bir aydır.